Tədbirdə GRBS Şirkətlər Qrupunun baş direktoru Bəhram Qurbanov, Azərbaycan Auditorlar Palatasının aparat rəhbəri Qəşən Bayramov bildirdilər ki, bugün ölkədə uğurla həyata keçirilən iqtisadi islahatların mühüm tərkib hissələrindən biri də maliyyə hesabatlarının beynəlxalq modellərə uyğun qurulması və inkişaf etdirilməsidir. Tədbirdə kursları müvəffəqiyyətlə bitirən iştirakçılara Azərbaycan Auditorlar Palatasının təsdiqlədiyi mühasibat, vergi və idarəetmə uçotu üzrə milli sertifikatlar və beynəlxalq maliyyə hesabatı standartları üzrə diplomlar təqdim olundu. Ölkə iqtisadiyyatının inkişafında auditor xidmətlərinin böyük əhəmiyyəti vardır. Auditorlar Palatası bir sıra peşəkar qurumların, Beynəlxalq Mühasiblər Federasiyasının, Avropa Mühasiblər və Auditorlar Federasiyasının həqiqi üzvüdür və bunların üzv öhdəliklərini məharətlə yerinə yetirir. GRBS Tədris Mərkəzi akreditə olunmuş ACC-nin yeganə təmsilçisidir Azərbaycanda. Biz bunlarla 2009-cu ilin 25 may tarixində partnyorluq sazişi imzalamışıq GRBS Tədris Mərkəzindən və bir yerdə seminarlar keçiririk, kurslar təşkil edirik. Müdavinlərə verilən milli sertifikatlar isə mühasiblər və auditorlar üçün nəinki ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınan sənəddir.